bir gün şahın ambardarı gəlir şahın yanına. Deyir ki, şah sağ olsun, mən ambarı boşaldanda, buğdaları boşaldanda hamını təmizlədik, amma yerdə bir dənə buğda qaldı. Elə bildim yumurtadır. Götürdüm, baxanda gördüm ki, yox, buğdadır. Sən demə, buğdanın özü yumurta boydaymış. Bu əhvalatın adı da yumurta boyda buğda. Bunun hikməti nədir? Necə ola bilər? Hardan gəlib düşüb bizim ambara? Niyə görə bu böyüklükdədir? Bütün vəzir, vəkil hamı yığılır, düşünürlər, biraz fikirləşirlər. Amma bir cavab tapa bilmirlər ki, axı birinci dəfədir biz yumurta boyda buğda görürük. Çox düşünəndən sonra baş vəzir deyir ki, şah sağ olsun, bunu bilsə ancaq yaşlı insanlar bilə bilər. Qoy bizim məmləkətdəki hansı insan ən çox uzun ömürlü insan varsa, yaşlı adam varsa, gedib ondan maraqlanaq. Vəziri elə bu sözünə görə şah özü göndərir ki, elə özün düş yola, bizim məmləkəti gəz, ən yaşlı insanı tap və ondan da bunun sirrini öyrən, gəl biz də bilək. Vəzir düşür yola, gəlir o kəndi gezir, bu şəhəri gezir və nəhayət bir kəndə gəlib çatır və burada soraqlaşır, maraqlanır. Deyirlər ki, bizim kənddə bir nəfər var, yaşlı insandır, məsələn, Əhməd adında. Bu Əhmədin təqribən 115 yaşı olar. Gəlir, ünvanı öyrənir, gəlir kişinin qapısını döyür, içəridən səs gəlir, amma çox acıqlı bir səs gəlir, təhqir edici sözlərlə, qadın səsidir. Soruşur ki, xanım, bacı, bu evin sahibi Əhməd kişi burada yaşayır. Deyir ki, onu görüm ki, başına daş düşsün, onu görüm ki, zəlil olsun, mənim ona gəldiyim günə daş düşəydi, sağ mən ona ərə getməyəydim falan. Belə deyinə xanım danışır bu sözləri, amma qapını açır. Deyir ki, mən onunla görüşməliyəm, 5 dəqiqəlik bir dənə ona sözümü deyim, bir şey öyrənim, ondan gedirəm. Xanım qapını açır, kişini göstərir ki, bax, oturub burada. Mən bütün günü əlləşirəm, boşuram, iş görürəm, bunun işi elə oturmaqla keçir filan. Ancaq elə deyinməkdir bu sözləri deyir. Kişi də, vəzir də girir içəri, görür ki, yaşlı bir kişidir, saçı, saqqalı, qaşları da belə ağarıb, da 115 yaşında bir kişidir. Soruşur bundan ki, Əhməd siz, deyir, bəli, mənəm. Deyir, mən şahın vəziriyəm, bir məsələ ilə bağlı gəlmişəm. Deyir, nə məsələdir? Deyir, məsələ də budur ki, bu buğda, yumurta boydadır, bunun sirri nədir? Baxır buğdaya, deyir ki, bunu mən bilmərəm, dəqiq deyə bilmərəm sənə. Amma mənim bir böyük qardaşım var, bilsə o bilər. Ged ondan öyrən. Adı da Məhəmməddir, məsələn. Çıxır oradan, deyir ki, bu kişi, bu cür yaşlı adam, qocalıb əldən düşmüş. Bunun özündən də böyük qardaşı, özdə 120 yaşı var. Gedir ünvanı tapır, qapını döyür. Qapını döyəndə elə birincisindən də biraz artıq qadın səsi gəlir. Orada başlayır qışqırmağa. Qapını döyər, ay sındırma qapını, nəyə görə qapını sındırırsan? Səbrin olsun, biraz səbir elə də gəlirəm. Açır qapını, bir xanımdır. Salam verir vəzir buna. Deyir ki, nə istəyirsən, nəyə görə gəlmirsən? Deyir, Məhəmmədin evi buradır. Deyir ki, Məhəmmədi görüm ki, sabaha sağ çıxmasın. Mənim o yoldaşımdır, həyat yoldaşımdır. Deyir, onunla görüşmək istəyirəm, görmək istəyirəm onu. Nəsə, o qədər yenə qadın deyinir, birincisindən də artıq o qədər belə acı sözlər deyir, təhqir edici hətta sözlər deyir, deyinə. Gətirir, deyir ki, bax, bu otaqdadır. Keçir, girir otağa, görür ki, kişi o qədər qocalıb əldən düşüb ki, hətta yerindən belə qalxa bilmir. Saçı, saqqalı ağarıb, qoca bir kişidir. Gəlir, görüşür, salam verir, görür ki, kişi hətta o qədər qocalıb ki, heç qulaqları da eşitmir. Bir təhər kişini başa salır, o Məhəmmədi ki, mən bu suala görə gəlmişəm. Kişi də deyir ki, yox, mən bunun cavabını bilmərəm. Bilsə, mənim böyük qardaşım bilər. Ged, adı da, məsələn, Yusifdir. Ged ondan soruş. Neçə yaşı var? Deyir, məsələn, 130-a yaxın yaşı var. O məndən böyükdir. Çıxır buradan vəzir, çox fikirləşirdi ki, bu məni bu yaşda heç qulağı da eşitmirdi, mən bunu güclə başa saldım, eşitdirə bildim buna. İndi bunun böyük qardaşı, mən axı heç ora getməyinə də dəyməz, o bəlkə də pambığın içində saxlayırlar indi o kişini. Bu fikirdən sonra deyir ki, yox, mən də şaha gəlib cavab verməliyəm, qoy bunu ilə də görüşüm, daha ən yaşlısı budur. Gəlir evinin qapısını döyür, qapını bir xanım açır. Açanda qapını bu kişi vəzir salam verir, xanım da salamın cavabını alır və çox nəzakətlə, mehribançılıqla danışır.
Deyir ki, Yusif kişinin evi buradır. Deyir, bəli, buradır. Xoş gəlmisiniz. Yəqin ki, uzaq yoldan gəlmisiniz. Atınızı zəhmət olmasa miniyinizi bağlayın bir kənarda və bizim qonaq otağımız var. Keçin əyləşin qonaq otağında. Deyir, yox, heç bir şey lazım deyil. Mən elə istəyirdim Yusif kişi ilə görüşəm. Deyir ki, Yusuf kişi mənim həyat yoldaşımdır. O indi hal-hazırda bazarlığa gedib, evdə yoxdur. Gələr, siz də gələnə qədər qapıda durmayın, keçin qonaq otağında əyləşin. Vəzir çaşbaş qalır, deyir, hara gedib? Deyir, bəli, bazarlığa gedib. Deyir, sizin həyat yoldaşınız Yusif kişi, Əhməd və Məhəmmədin böyük qardaşı. Deyir, bəli, Əhməd və Məhəmmədin böyük qardaşı Yusif mənim həyat yoldaşım. Bazarlığa gedib, indi harda olsa indilərdə gələr. Çox təəccüb eləyir. Daha o buğda məsələsi yadından çıxır. İndi ikinci sual düşündürür bu vəziri ki, necə ola bilər kiçik qardaş, ortancıl qardaş qocalıqdan zəifləyib əldən düşüblər, qulaqları eşitmir, amma böyük qardaş bazarlığa gedib. Oturur, gözləyir, heç 5 dəqiqə keçməmiş bir də görür ki, kişi gəldi və xanım da çıxdı qarşısına. Xoş ünsiyyət göstərməklə, mehribançılıqla, mülayimliklə qarşıladı və orada da həyat yoldaşına Yusifə dedi ki, qonağımız var evdə, ziyalı bir şəxsə oxşayır, hətta çox gözləməsin səni, get içəri. Gəlir içəri, salam verir, vəzir baxıb görür ki, bu onlardan da cavandır. Deyir ki, məni bir sual düşündürür, amma mənim üçün çox maraqlıdır ki, necə ola bilər, siz Əhməd və Məhəmmədin qardaşı? Deyir, bəli. Deyir, onların böyük qardaşısınız. Deyir, bəli, mən böyük qardaşıyım. Deyir, mən bir sual üçün göndərib şah bura. Amma mənə ikinci sual maraqlıdır ki, o mənə daha lazımdır o buğda məsələsi. Sual da budur ki, necə ola bilər ki, sizin kiçik qardaşlarınız qocalıb, yaşlaşıb, əldən düşüblər, amma siz onların böyük qardaşı belə gümrah, yaxşı qalmısınız? Deyir, hə, deyim bilginən. Sən ki, mənim kiçik qardaşımın qapısını döyəndə sənə necə rəftar elədilər, necə qarşıladılar səni? Deyir ki, çox pis qarşıladılar. Bir xanımı idi ki, kiçik qardaşımızın, Əhmədin həyat yoldaşı mənə hətta acıladı da. Deyir, bəs ortancıl qardaşımın qapısını döyəndə? Deyir, onda ondan da artıq oldu. Acıladı məni, çox belə xoşa gəlməz sözlərlə, ifadələrlə, hətta həyat yoldaşı barəsində də bu sözləri deyirdi. Deyir, bax, indi bəs mənim qapımı döyəndə sən necə qarşıladılar? Deyir ki, çox mülayimcəsinə, çox mehribancasına, nəzakətlə, çox mənə də xoş oldu, çox deyir, özümü rahat hiss elədim. Deyir, bax, bunun sirri bax buradadır. Bu qardaşlarımın qocalıb əldən düşməsinin səbəbi onların həyat yoldaşlarıdır ki, onların ailəsində mehribançılıq və mülayimlik yoxdur. Amma mənim cavan qalmağımın və yoldaşımın da cavan qalmasının səbəbi bizim ailədə bir dənə şey hökm sürür. O da nədir? Mehribançılıq, nəzakət və mülayimlik. O, mənim və həyat yoldaşımın cavan qalmasına səbəbdir.